Bəs niyə məsəl üçün uşaq əkiz doğulursa, o uşağın ikisi də ananın qanını yox, atanın qanını götürür, ya ananın qanını götürür. Və bu necə olur? Biri niyə məsəl üçün mənim qanımı atasının qanını götürmür, ya... Yox, heç vaxt anasının qanını götürməz. O Ata rezus faktor var ha. Orada müfəssəl o yazılıb. O çətin şeydir. Mən tələbələr ona aydınlaşdırıram, başa salıram ki, 50%-dən də çox atanın qanını götürür. Atanın qanını götürür. Çox nadir halda ananın qanını götürür. Nədə götürür o, bilirsən? Rezus, əgər mən rezus müsbətəmsə, mənim yoldaşım da rezus mənfidirsə, mənimkini götürəcək. Müsbət mənfidir. Yəni, eritrositun içərisində bir zülal artıqdır. Rezus zülalı. Anada da o zülal yoxdur. Bizdə də çoxumuz atamızın qanını götürmüşdük. Bəli. Atan qüvvəlidir də. Olsun da, atalarımız hər zaman qüvvəli olsun. Amin yəni. Bir ara spirtli içki reklamına çəkilmişdiniz. Sizi çox qınadılar. Deyirdilər, Rəşid müəllimə ağsaqqal kimi hörmət edirik. Hər zaman milli dəyərlərdən danışır, gərək bunu etməzdi. Xanım, bu belə olmayıb. Biz, bax, sabahda hər 5-ci gün, 37-ci ildir ki, hər 5-ci gün medinstitü müəllimləri, 15 nəfər alim yığılırıq, gedirik, bax, Ağdaş restoranına. Orada çörək yeyirik, kimin nə problem var, onu həll edirik. Bunlar da içirlər. Mən də içirəm, pəncə, yalan danışmıram mən. Yaxşaraq içirəm mən. Mən deyirəm, ay insanlar, birinci içməyin, müsəlman ölkəsində araq zavodu olmamalıdır. İçki içilməməlidir. Mən bunların hamısını orada demişəm. Amma içirsinizsə normal araq için. Onun sıvış yağı olmayan, orqanizmə ziyan vermən, sənin qaraciyərini çürütməyən, nə bilim, ürəyinə, beyninə təsir eləmən araq için. Təmiz araq. Təmiz araq. İçirsən təmizini iç, içmirsən, zəhəri içib, niyə ölürsən? Vaxtından əvvəl ölürlər. Ona görə mən istəyirəm insanı, birinci içmə, təxminən bir 45-50% kişilərimiz araq içirlər. Rusdan qalmadı. Bəlkə də çox. Bəlkə də çox. Bu Rusdan qalmadı. Kadınlardan da içənlər var valla. İçirsən deyirəm, ay yazıq, ömrünü qısaltma. Yəni yaxşı araq işte. Mən nə deyim ki? Deyirsiniz. Mən həkim kimi, mənim borcumdur demək istəyir. Onlar da hamısını kəsib, tılıyıb, orada gəlir arağa, bu araq. Yəni bu araqlar, yaxşı araqdır da. Yazıcı Kəramət Böyükçöl deyir, siz köhnə təfəkkürlü adamsınız. Mən. Həm də deyir ki, qoy deyirsin. Deyir, qarşısındakı adama qışqıra-qışqıra deyir. Elə bil çayxanadadır. Bilmədiyi elmlər professorudur. Onun tənqidlərinə necə yanaşırsınız? Kəramət heç nəyi bəyənmir axı. Kəramət, əvvəlcə sən özün bu millət üçün, bu xalq üçün bir şey eləyəsən ki, ondan sonra bu xalqı, bu millət üçün neyniyəsən, tənqid eləsən kimlərsə. Tənqidçi böyük bir şeydir. Tənqidçi başqa cür olmalıdır. Məni nə deyirlər desinlər, mən özümü hamıdan yaxşı tanıyıram. Bəli. Hamıdan yaxşı mən tanıyıram. Mən də yalancı deyiləm. Nə səhvim olub da deyirəm ki, bu səhvim olub, bu səhvim olub. Bunun heç bir mənim üçün zadı yoxdur, ziyanı yoxdur. O adam səhv eləməlidir də. Bunlar nə deyir desinlər, köhnə fikirli, qədim adamın, köhnədən qalmayan bu təz adam olub. Təz adam olub, nə olub? Mən ona keyfli İskəndər demişəm, yəqin o da ona deyil. Əzizimiz Rəşid müəllim. Çox sağ olun. Sizə təşəkkür eləyirəm, bugün gəldiniz. Mənimlə həm söhbət oldunuz. İnanın, könlümü açdınız. Siz bizim sözün düzünü deyən ziyalılarımızdansınız. Çox sağ olun. Nə yaxşı ki, belə açıq sözlü ziyalılarımız da var. Ya, elə olmalı da, ziyalım o deməkdir. Mən sizə ona görə təşəkkür eləyirəm. Çox sağ olun. Mən sizi çox sevirəm. Çox sağ olun, mən də sizi. Kəşki sizin dediklərinizi bizim insanlar ciddi qəbul eləyələr. Siz danışırdınız və mən düşünürdüm ki, niyə biz Rəşid müəllimi başqa yöndən tanıyırıq? Niyə bunun bu qədər savadlı, elmli, insanlara yararlı olan tərəflərini elə buradan deyirəm teleməkanlara da. Niyə insanlara yararlı tərəflərini tanıtmırıq? Axı insanların ehtiyacı var.
Görün burada nə qədər gözəl, maarifləndirici siz söhbət elədiniz. Mən şəxsən özüm buradan özüm üçün çox şeylər götürdüm. Allah Balalarım sizi üçün, ailəm üçün sizdən çox bəhrələndim. Çox sağ olun. Var Təşəkkür. olasınız. Çox sağ olun. Allah qorusun Çox sizi də. minnətdaram. Mən də Gözəl xanımınıza da bizim salamlarımızı, sevgilərimizi Çox çatdırarsınız. sağ olun. Allah Var sizi olasınız. qorusun. Hədiyyələrimiz var. Çox sağ olun. Bizim təbii daşlar mənbəyi olan Agat Silver. Oo. Sizə gözəl bir, vay bu nə gözəllik, vay təsbihdir. Aa, nə gözəl. Kişilərə Çox sağ olun. xas olan təsbih mən Çox çox gözəl. sevirəm. Mən də Kişi çox təsbih sevirəm. gəzdirəndə. Allah sizi qorusun. Çox sağ olun. Bir də sizə bizim Ətirşah, bizim milli brendimizdir. Ətirlərin şahıdır. Oo. Çox bəyənirəm. Mən də ətini çox sevən adamam.